Əksər tələbənin qarışdırdığı həmin sualın izahına baxaq. Bizə verilir ki, mülahizələrdən hansı doğrudur və Microsoft Excel proqramı üçün A variantında verilir ki, iş vərəqi, sətr, sütun əlavə etmək üçün insert tabından istifadə edilir. Xeyr, bu fikir yanlışdır. Çünki mən Excel proqramında iş vərəqi əlavə etmək istəsəm, sətr və yaxud da sütun əlavə etmək istəsəm, Home tabının Sales qrupunda olan insert əmrindən istifadə edirəm ki, burada artıq xanadır, sətirdir, sütundur və yaxud da işçi vərəq əlavə edə bilərəm. B variantına baxsaq, deyir ki, diaqram əlavə etmək üçün insert link tabının illustration qrupundan istifadə edilir. Bu fikir də yanlışdır. Word proqramında və yaxud da PowerPoint proqramında düzdür, diaqram əlavə etmək istəsək illustration qrupundan istifadə edirik. Amma Excel proqramında diaqram sayları çox olduğu üçün onun üçün ayrıca bir qrup var. Yəni chart qrupu deyilən bir qrupumuz var ki, bu diaqramlarda buradan əlavə olunur və yadımıza salırıq ki, 17 dənə əsas diaqram tipi var idi. C variantına baxsaq, deyir ki, yuxarı və aşağı sərlövhə əlavə etmək üçün insert name tabının header və footer qrupundan istifadə etmək olar. Bu fikir də yanlışdır. Yalnız belə deyək ki, Word proqramı üçün header və footer qrupu var. Excel və PowerPoint proqramında header, footer qrup deyil. Sadəcə bir əmrdir və o da insert tabının text qrupunda olan əmrlərin içərisindədir. Yəni, header, footer bir qrup deyil, yalnız bir əmrdir və text qrupundan istifadə edə bilərəm. D variantına baxsaq, iş vərəqinin mühafizə edilməsi üçün Home tabının Sales qrupundan istifadə edilir. Doğru deyil. Home tabının Sales qrupundakı format əmri var ki, bunun açılan bu alt əmrləri içərisində Protect Sheet əmri var ki, bu nə edir? İş vərəqini mühafizə etmək üçün istifadə olunur. İş kitabının gizlədilməsi üçün müvafiq əmr Home tabında yerləşir. Bu fikir yanlışdır. Niyə? Çünki biz Home tabının Sales qrupunda olan format əmri vasitəsilə sətri, sütunu və yaxud da işçi vərəqi gizlədə bilərik. Əgər işçi kitabı gizlətmək istəyiriksə, onda View tabının gəlib buradakı Window qrupunda olan Hide əmrindən istifadə edərək işçi kitabı gizlədərik. Nəticə etibarından doğru olan fikrimiz olur D variantı.